Burada da vətənimizin dəyərli bitkilərindən birini görürük. Peyğəmbər çiçəyi Centaureus, ağımtıl Psephellos növləri çoxdur vətənimizdə. Dəri problemlərində əsasən qaraciyər öd problemlərində istifadə olunur. Əzizlərim, təbiətdə bəzi bitkilər var ki, bir-birlərinə çox bənzəyirlər. Qaymaq çiçəyi ilə bunu qopartmaq məcburiyyətindəyim, göstərmək üçün. Baxın, beşbarmaq otu bir-birlərinə çox bənzəyir çiçək baxımından, amma fərqli bitkilərdir. Tamamilə bunu səhv salmamaq üçün göstərirəm. Baxın, çiçəkləri necə də bir-birlərinə oxşuyur. Amma beşbarmaq otunun yarpaqları 5 çıxışda olduğuna görə seçilir. Baxın bunun yarpaqlarına. Qaymaq çiçəyinin yarpaqlarından beşbarmaq otunun yarpaqları tamamilə seçilir. Amma çiçək baxımından bir-birlərinə çox bənzəyirlər. Burada dalaq otunun bir üzvünü görürük. Qısa Mahmud otu. Diabetin insan orqanizmində yaratdığı fəsadların qarşısını çox gözəl şəkildə alan dəyərli bir bitki. Klinik araşdırmalarının 80%'ında bunu sübut etmişdir. Burada da daş yarpızını görürük. Yine dəyərli, faydalı, gözəl bitkilərdən biri.